Məni izləyən hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Əgər kanalım ilk dəfə qarşınıza çıxırsa, kanalıma abunə olub dəstək olmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Bu gün sizə çox dadlı, ləzzətli qara tut mürəbbəsini necə hazırlayıramsa, onu paylaşacağam. Öncədən deyim ki, çox xeyirli, vitaminli bir mürəbbə olur. Meyvəsi bol vitaminlidir. Beləliklə, öncədən yaxşıca tutları tərtəmiz yuyuruq, neçə dəfələrin suyunu dəyişirik. Məsləhətdir ki, 10-15 dəqiqə təmiz suda da qalsın. İçərisində nə varsa hamısı üzə çıxır. Sonra su qəşəngcə süzürük, başlarıq bişirməyə. Burada məndə təmiz 2 kilo tut idi. 2 kilo tuta əslində kilo qatılır. Sadəcə biraz məndə meyvənin dadının turşluq olduğu üçün 1 stəkan şəkər tozu da əlavə qatdım. Baş aşağı 1 stəkan şəkər tozu da əlavə qatıram. Beləliklə, burada onu göstərim ki, baxın dənlər necə dən qalır. Hətta burada bəzi meyvələr həddən artıq yetişmişdi, amma yenə də əzilməyib, qəşəng dən qalır. Necə hazırlayıramsa onu paylaşacağım. Baxın burada. Tutun mən saplaqlarını kəsmirəm. Saplağını bir yerdə bişirəcəm. Lap uzun olanları biraz qıra bilərsiniz. İstəsəz yoxdur, mən saplağı sevmirəm. Təbii ki, saplaqlarını da qıra bilərsiniz. Amma onu deyim ki, bunu belə saxlamağımın səbəbi odur ki, meyvə belə də dağılmır. Saplaqlı bişəndə dağılmır. Sonra da bişdikdən sonra da görünüşü gözəl görsənir. Baxın, beləcə öncədən qəşəng tərtəmiz yuyulur. Çox əzilmiş dənələri varsa təbii ki, götürürük. Gecədən mən qoyacağam belə. Yəni qoyacağam ki, məhti suyu çıxsın. Qətiyyən bu mürəbbəyə su əlavə etmirəm. Belə şəkər tozunun üzərinə meyvəsini, şəkər tozunun üzərinə meyvəsini əlavə edəcəm. Bir gecə qəşəngcə qalacaq. Öz o qədər gözəl suyu çıxacaq ki, yəni əlavədən su qatmaya ehtiyac yoxdur ki, meyvə sonra tərkibində su qalanda, qış üçün qalanda qıcıqırmasın. Yəni bu meyvəyə ehtiyac yoxdur ki, su əlavə edəsiniz. Baxın, artıq səhəri gündür. Baxın, nə gözəl özünün suyunu buraxıb. Meyvə öz şirəsini tamamilə buraxıb. İlk öncə az xodda, yəni vam xodda qoyuram ki, yavaş-yavaş şirəsi ərisin. Birdən-birə gür xodda qoysa təbii ki, meyvə yapışar və bişirəcəyimiz qaba yapışar. Onun üçün bir də onu deyim ki, ideal ölçü 2 kilo, 3 kilo meyvəni bir yerdə bişirmək. Çox meyvəni bişirəndə həm əzilir, həm də görünüşü gözəl olmur. Ən gözəl meyvəni 2 və 3 kilo bişirməkdir. Burada dediyim kimi 2 kilo meyvədən istifadə etmişəm. Beləliklə qoyuruq ocağa. Baxın, yavaş-yavaş. Sonradan təbii ki, tam gördüm ki, mürəbbənin suyunu verib, altın xodunu qaldırıram. Gür xodda bişməlidir ki, meyvə qalıb çox qaralmasın. Baxın, dən qalır. Ara sıra belə kəpkirlə qarışdırmıram. Belə bir tərəfdən götürürəm, qoyuram. Çox qarışdırıb əzmirəm. Üzərinin kəfini deyim ki, üzərinin kəfini ən sonda mən ocağa keçirəndən sonra yığıram salfet vasitəsilə. Baxın, artıq görürsünüz, mürəbbəmiz artıq bişir. Bişməyini də hardan bilir? Bir qaba tökürsünüz, belə əlinizlə götürürsünüz. Gec bir-birinə yapışırsa, demək ki, mürəbbəmiz hazırdır. Baxın, burada artıq mürəbbəmiz hazırdır. Altını keçirmişəm. Çox asan reseptlə elədim. Tez başa gəlir. Baxın, duruluğu yəni sizi çaşdırmasın ki, duru olur. Yəni sonra qatı eləsəz də sonradan daha da ötər. Meyvənin həm dadı dəyişər, mürəbbə həm dadı dəyişər, həm də çox qatılaşar, saqqız kimi olar. Qaldıqca isti vaxtı sizi bu duruluq aldada bilər. Qoyursunuz bir kənara soyur. Soyuduqdan sonra artıq görəcəksiniz ki, meyvə tamam özünü tutur. Mütləq şəkildə baxın ki, meyvənin ötürməyəsiniz. Baxın, duruluğu baxın belə olur. Meyvələr də dən qaldı, dənələr də qəşəng qaldı. Təxminən 30 dəqiqə arası falan belə bişir. Bir dəfəyə bişirib götürdüm. İzlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Hələlik, sağ olun.